Salam, dəyərli izləyicilər. İndi sizə 16 noyabr 2025-ci il tarixində Dəyər Yayınları tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının icazını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 57-ci sual. A ədədinin 2, 3 və 4 ədədləri ilə tərs mütənasib hissələrə bölünməsindən alınan ən kiçik ədəd 12 olarsa onu tapın. Deməli, A 2, 3 və 4-dən tərs mütənasib hissələrə bölünüb. Deməli, 2-də 1 bölünsün 3-də 1, o da bölünsün 4-də 1. İndi mən bunu düz mütənasibə çevirə bilərəm. Deməli, bunların hər birini 2, 3, 4-ün əkibinə vursam, yəni 12-yə vursam, 6, 4 və 3 alınır. Deməli, həmin hissələr biri 6K-dır, biri 4K-dır, digəri də 3K-dır. İndi ən kiçik hissəni 12 verib. Yəni 3K-nı 12 verib. 3K bərabərdir 12-yə. K alınır 4. K-nı tapdıq 4. A-nı soruşur. A da bu hissələrin cəmidir. Yəni 6K plus 4K plus 3K-nın cəmi. Yəni 13K. K 4 olduğu üçün 13-ü 4-ə vuranda nəticə olacaq 52. Yəni doğru cavab burada 52-yə bərabərdir. 58-ci sual. Düzbucaqlı üçbucağın iti bucaqlarının fərqi 24 dərəcəyə bərabər olarsa, kiçik iti bucağını tapın. Düzbucaqlı üçbucaq çəkirəm. Biz bilirik ki, düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. İndi iti bucağının fərqini verir 24 dərəcə. Kiçiyinə mən x desəm, kiçik iti bucağa x desəm, böyük iti bucaq olacaq x plus 24 dərəcə. Onda yazırıq x üstə gəl x üstə 24 dərəcə və 90 dərəcəyə. Buradan alınır 2x bərabərdir 66 dərəcəyə. X bərabərdir 66-nı 2-yə böləndə 33 dərəcə. Deməli, kiçik iti bucaq 33 dərəcəyə bərabərdir. 59-cu sual. Aşağıdakı ədədlərdən hansı 3-ə qalıqsız bölünür? Ədədin 3-ə qalıqsız bölünməsi üçün ədədin rəqəmlərinin cəmi 3-ə bölünməsi lazım. Burada doğru cavabımız D variantıdır. Rəqəmləri cəminə baxaq. Rəqəmləri cəmi 12 edir. 12 3-ə bölündüyü üçün ədəd 3-ə bölünəcək. Növbəti sual, 60-cı sual. X həqiqi ədəd olarsa, x üstə gəl 1 bölü x cəmini ala bilmədiyi neçə tam ədəd var? Bunda bu tip sual topluda var, yeni topluda var, birinci hissədə. Burada iki hal mümkün ola bilər. Birinci hal, x-imiz sıfırdan böyükdürsə, x üstə gəl 1 bölünsün x, böyük bərabər olacaq 2 kök altında x vurulsun 1 bölü x-dən. Yəni, x üstə gəl 1 bölünsün x, böyük bərabər 2, yəni ən azı 2 olacaq cəm. İkinci hal, x-imiz sıfırdan kiçik olarsa, yəni x mənfidirsə, x üstə gəl 1 bölünsün x, o zaman kiçik bərabər olacaq mənfi 2, kök altında x vurulsun 1 bölü x. Yəni, x plus 1 bölünsün x, kiçik bərabər mənfi 2. Deməli, x mənfi olanda verilən ifadanın ən böyük qiyməti mənfi 2-dir. Müsbət olanda ən kiçik qiymət də 2-dir. Baxırıq ki, yəni burada cavab 2 müsbət sonsuzluqdur. Burada cavab isə mənfi sonsuzluq mənfi 2-dir. Deməli, ala bilmədiyi soruşduğu üçün mənfi 1, 1, 0 yoxdur. Ona görə cavabımız olacaq 3 dənə. Yəni 3 dənə tam qiymət yoxdur. Mənfi 1, 1 və 0. Altmış birinci sual. Ədədlərini müqayisə edin. Deməli, x bərabərdir 0,2 3 dövr edir. 3 gedir son hissədə. Y bərabərdir 0 dövrdə 32. 32 dövr edir. 32, 32, 3 hissəsindən bəhs edir. Z bərabərdir 0 dövrdə 23. 23, 23 dövr edir. 23, bu şəkildə davam edir. İndi baxaq. Ən böyüyü görünür burada. Ən böyüyü y-dir. Y ən böyükdür. Y böyükdür çünki onda biri burada 2-dir. İndi digərlərinə baxaq. X-dən Z-ə baxaq. Baxın 23, 23. Burada 3, burada 2. 3 2-dən böyük olduğu üçün X Z-dən də böyükdür. Deməli, ən kiçik olacaq Z. Z ən kiçikdir. Z, Y, X.
Z, X, Y daha doğrusu. Z, X, Y. Doğru cevabımız D variantı. Z, X, Y. 60-cı sual və sual belədir. Üçbucağın xarici bucaqları 5, 6, 7 nisbətində olarsa, bu üçbucağın ən kiçik daxili bucağını tapın. Deməli, xarici bucaqlar biri 5K-dır, biri 6K-dır, digəri də 7K. Üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcədir. Bunların da cəmi toplasaq, bizə verəcək neçə? 18K. 18K verib 360 dərəcə. K çıxır buradan neçə? 20 dərəcə. Deməli, biri olacaq 100 dərəcə. Bir olacaq 120 dərəcə. Bir də olacaq 140 dərəcə. Bunlar xarici bucaqlardır. Ən kiçik daxili bucaq soruşduğu üçün ən kiçik daxili bucaq ən böyük xarici bucağa qonşu olan bucaqdır. 140-a qonşu olan bucaq nədir? 40 dərəcə. Doğru cavabımız burada Y variantı. 63-cü sual. Diaqrama əsasən yalnız bir çoxluğa daxil olan elementlərin sayını tapın. Yalnız bir çoxluğa. Baxın, bu hissə, bir də bu hissə. Bunların sayını soruşur. Yalnız bir çoxluğa daxil olan elementlərin sayı. 4 dənə burada var, 3 dənə burada, 3 dənə burada. Cavab olacaq 10 sayda. Doğru cavab A variantı. 64-cü sual. Aşağıdakı ifadələrdən hansı iki hərlisinin vurğulardan biridir? Burada ortaq kimi x-i çıxartsam, mütərizə xaricinə qalır. X kub plus 1. Bu da bərabərdir. X vurulsun. X kub plus 1 yazıram. X plus 1. X kvadratı çıx x plus 1. Və cavab C variantı. X kvadratı çıx x plus 1'i verib. Doğru cavab C variantıdır burada. 65-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan üçünün cəmi 4-cüdən 9 dəfə böyükdür. Bura alfadır. Burada alfadır. Burada betadır. Betadır. Burada beta olacaq. Beta. İndi deyir ki, alınan bucaqlardan üçünün cəmi. Yəni alfa plus beta plus alfa. Yəni bunların cəmi, üçünün cəmi 4-cüdən 9 dəfə böyükdür. Yəni 9 betaya bərabərdir. Buradan çıxır ki, 2 alfa bərabərdir 8 betaya. Alfa bərabər 4 betaya. Alfa 4 betadır. İndi alfa ilə betanın cəmi 180'dir. 180. Alfa 4 beta olduğu üçün 5 beta bərabərdir 180'ə. Beta olur 36. Beta 36 ise alfa da olacaq nə? 144 dərəcə. Çünki qonşu bucaqlardır. Alfa 144 dərəcədir. Doğru cavabımız burada C variantı. 66-cı sual. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel çəkilmiş orta xətti oturacağına bərabərdir. Bu olsun bizim bərabər yanlı üçbucağımız. Deyir ki, yan tərəfinə paralel çəkilmiş orta xətti, yəni orta xətti oturacağına bərabərdir. Yəni bura olacaq A. İndi bura A-dırsa, orta xətt A-dırsa, yan tərəf olacaq 2A. Bu üçbucağın perimetrinin yan tərəfə olan nisbətini soruşur. Bərabər yanlı olduğu üçün burada 2A. Perimetr bizə verəcək 5A. 5A'nın yan tərəfə 2A'ya nisbəti. 2,5. Doğru cavab E variantı. 67-ci sual. 15% məhluldan məhlulun 25% qədər su buxarlanarsa, neçə faizli məhlul alınar? İndi baxaq. Normalda deyirəm 100 litr deyirəm məhlula. 100 litr. Bunun 15%, yəni 15 litr olsun. Duz məsəl üçün. 15 litr duz olsun. İndi deyir ki 25%, yəni 25%-in 4/1'i. 4/1'i qədər su buxarlanarsa, yəni bunun 4/1'i nə qədər qalacaq? 75 litr qalacaq da ümumi məhlulun kütləsi. Yəni 4/1 25, 25 gedir 75 qalır. Neçə faizli məhlul alınır? 15'i bölürəm 75'ə. 5/1 hissə edir. Bu da deyir 20 faizli. Deməli doğru cavabımız olacaq burada B variantı 20 faizli məhlul alınacaq.
68-ci sual. 2,6 ədədinin tam hissəsi ilə kəsr hissəsinin fərqini tapın. Ədədin tam hissəsi verilmiş ədəddən böyük olmayan, yəni verilmiş ədədi aşmayan ən böyük tam ədəddir. 2,6-nı aşmayan ən böyük tam ədəd 2-dir. Tam hissəsi 2-dir. Ədədin kəsr hissəsi isə verilmiş ədəddən onun tam hissəsini çıxırıq. Yəni olacaq 0,6. İndi deyir ki, kəsr hissəsi tam hissəsi ilə kəsr hissəsinin fərqi 2 çıx 0,6, nəticə olacaq 1,4. Doğru cavab burada D variantı. 210 və 350 ədədlərinin ortaq olmayan sada vurğuların hansını tapın. Yəni bunu deməli bir-bir vurğulara ayırmaq da olar. Mən belə yazıram. 210-u yazıram 3 vur 70. 3 vur 70. Bunu da yazıram 5 vur 70. Baxırıq ki, artıq burada 70'lər ortaqdır. 3'dən 5 ortaq deyil. Deməli 3'dən 5 15. Yəni 70'lərin içərisində ortaq vurğular ortaqdır. Onsuz da. Kestik. Növbəti. 70-ci sual. A üstəgəl A üstü mənfi 1 4 olarsa A üstü 2 üstəgəl A üstü mənfi 2 ifadəsinin qiyməti tapın. Hər tərəfin kvadratını alsam alınır A üstü 2 üstəgəl 2 vurulsun A vur A üstü mənfi 1 üstəgəl A üstü mənfi 2 bərabərdir 16. A üstü 1 A üstü mənfi 1 vuranda bu 1 edir. A üstü 2 üstəgəl A üstü mənfi 2 də olacaq neçə? 16'dan 2 çıxacaq 14. Yəni doğru cavab burada 14'ə bərabərdir. 71-ci sual. Məxrəci 9 olan düzgün kəsrlərin sayı. Düzgün kəsr dediyi üçün sürət məxrəcdən kiçik olmalıdır. Ona görə cavabımız burada 8'dir. 9'da 1'dən 9'da 8'ə kimi. 72-ci sual. Bərtərəfli üçbucağın iki təm böləni arasındakı iti bucaq neçə dərəcədir? Bərabər tərəfli üçbucaq çəkməliyik biz burada. Bərtərəfli üçbucaqda təm bölənlər həm hündürlükdür, həm də mediandır. Bərtərəfli üçbucaq olduğu üçün hər bir daxili bucağı 60 dərəcədir. Bu təm bölən olduğu üçün bura 30, burada 30. Yəni bizə deyir ki, bərtərəfli üçbucağın iki təm böləni arasındakı iti bucaq. Yəni bizdən bu bucağı soruşur. İti bucaq buradır. 30 da olsan 60 dərəcə. Yəni doğru cavab burada 60 dərəcəyə bərabərdir. 73-cü sual. Sual belədir. Aynı amberin kəsişməsi bərabərdir boş çoxluq. Deməli bunlar kəsişmir də. Yəni kəsişməsi boş çoxluqsa bunlar kəsişmir. Birləşmənin 12 elementi var, A-nın 4 elementi var. Deməli burada da 8 element olmalıdır ki, birləşmə 12 olsun. B-nin 8 dənə elementi var. Doğru cavab burada 8'ə bərabərdir. 74-cü sual. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi xarici çarpaz bucaqlardan biri 3x plus 20 dərəcə, digəri isə x plus 76 dərəcə olarsa x-i tapın. İndi burada göstərim. Yəni bizdə xarici çarpaz bucaqlar deyir. Elə ki bu bucaqla bu bucağı deyir. Bu bucağı deyir. Xarici çarpaz bucaqlar bərabərdir də. 3x üstəgəl 20 dərəcə bərabərdir x plus 76 dərəcə. Buradan alınır 2x bərabərdir. 76'dan 20 çıxanda 56 dərəcə. X-imiz də bərabərdir 28 dərəcə. Yəni x-in cavabı burada 28 dərəcədir. 75-ci sual. Ədədinin 13 sada vurğu var. Ədədinin natural bölənlərin sayını tapın. Baxırıq ki, 8, 27, 49 hamısı mürəkkəbdir. Deməli, belə yazıram. A bərabərdir. 8 yazıram 2'nin kubu. Yəni 2 üstü 3'in. 27 3'ün kubu. 49 da 7 üstü 2'dir. 7 üstü 2'in. Sada vuruq sayı qüvvətlərin cəmidir. Qüvvətlərin cəmi. Qüvvətləri toplasaq 5n plus 3 bərabərdir 13'ə. 5n bərabərdir 10'a. N alınır 2. Deməli A olacaq 2 üstü 6, 3 üstü 3, 7 üstü 4. Natural bölən sayını soruşur.
Ədədin natural bölənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 gəlib hasil tapmalıyıq. Yəni 6 plus 1 vurulsun 3 plus 1 vurulsun 4 plus 1. Bu da bərabərdir 7 vur 4 vur 5. Bu da olacaq 140. Demək, burada doğru cavab 140'a bərabərdir. 76-cı sual və sualımız belədir. 75 ədədinin 16%-nə bərabər olan ədəd 75% 72 olan ədədin neçə faizidir? Deməli, buna deyirəm x. Buna x. Digərinə deyirəm y. Baxın, x nədir? 75 ədədinin 16%. 75 vurulsun 16 böl 100. Evet x. İndi burada 75 ilə 100 ixtisar gedir 25'e. Burada 3, burada 4 və x alınır 12. Bunu tapdıq x 12. Sonra dedik ki 75% 72 olan ədədin neçə faizdir? Deməli 75% 70 olan ədəd tapmaq üçün deməli y demişəm ona. Y-in 75%, yəni 4'də 3'ü 72'dir. Burada ixtisar gedəcək. 72 ilə 3 ixtisar gedir. Burada 1, burada 24 və y alınır 96. Y 96 alınır. İndi bizə deyir ki 75 ədədinin 16%, yəni 12 75% 72 olan ədədin, yəni 96'nın neçə faizidir? 12'ni 96'ya bölürəm. 8'də 1 hissədir. Bunu da faizə çevirsək 12,5 faiz olacaq. Yəni doğru cavab burada 12,5 faizdir. 77-ci sual və sualımız belədir. A, B-yə paraleldir. Şəkildə əsasən y tapın deyir. Burada nəyə fikir vermək lazımdır? Burada mən bu təpə nöqtədən, əslində bu əzbərçilik qaydası var, ehtiyac yoxdur buna. Burada bir xətt çəksəm, paralel xətt çəksəm, paralel xətt. Bura x isə burada x olacaq. Onda bu aşağı hissə olacaq, bu hissə olacaq 144 çıx x olacaq. 144 çıx x. İndi buradakı bu x bucağı ilə, yəni 2x plus 72 qonşu bucaqlardır. Qonşu bucaqlardır. Qonşu deyirəm, daxili bir tərəfli bucaqlardır. Yuxarıdakı şəkildə qonşu bucaqlardır. Gözüm ora getdi. Burada qonşu bucaqlardır, amma aşağıdakı x isə daxili bir tərəfli bucaqlardır. Cəmləri 180'dir. Ona görə yazırıq x üstə gəlir 2x üstə gəlir 72 dərəcə. Evet 180'ə 3x bərabərdir. 180'den 72 çıxırıq. 108. X alınır neçə? 36 dərəcə. X tapdıq 36 dərəcə. X 36 dərəcədir. İndi bizdən də y soruşur burada. Burada da baxırıq. 144 çıx x. Yəni 144 çıx x nə deməkdir? 108 deməkdir. 108. Bura 108'dir. Bu aşağı isə 108'dir. 108'dən də 4 plus 8 daxili çapraz bucaqlardır. Yəni 4 plus 8 bərabərdir 108'ə. 4 bərabərdir 100 dərəcəyə. Y alınır 25 dərəcə. Deməli doğru cavabımız burada 25 dərəcəyə bərabərdir. Bunun da həlli bu şəkildə. 78-ci sual. A 25.000, B-ni də verib 4 vur 10 üstə 6 ədədlərinin hasisinə bərabər olan ədədi standart şəkildə yazın və qiymətli hissə tərtibinin cəmini tapın. Qiymətli hissəsi ilə tərtibin cəmi. Deməli A bərabər olacaq 25 vur 10'un kubu. B də bərabər 4 vurulsun 10 üstə 6. Bunları vuranda A vur B bərabərdir 100 vurulsun 10 üstü 9. Bunu da yazıram şəkildə. Standart şəkildə deyir. 1 vurulsun və 2-dən 0 olduğu üçün 10 üstü 11. Qiymətli hissə 1'dir. Tərtibi onun qüvvəti 11. Toplayanda nəticə olan neçə? 12. Yəni doğru cavabımız burada 12'ye bərabərdir. Yəni ədəd əgər standart şəkildə yazılıbsa, burada A qiymətli hissə olur. O zaman ki A 1 ilə 10 arasında yerləşsin. N də tərtibdir. N də tam ədəddir, tərtibdir. 79-cu sual. Tərəfləri 3, 4, 6 nisbətində olan üçbucağın perimetri 26'dır.
böyük tərəfə çəkilən medianı soruşur. Deməli, biri 3K-dır, biri 4K-dır, biri 6K-dır. Bunların cəmi perimetr verir 13K, 26, K alınır 2. K2 isə 6, 8, 12-dir. Yəni, bizdən soruşur burada böyük tərəfə çəkilmiş median. 6, 8, 12. 12-yə çəkilmiş medianı soruşur. M. Onda median bərabərdir. M bərabərdir. Yazıram buradan. M bərabərdir. 2 dəyə 1. Kök altında 2 vurulsun. Medianın sağı solu. 2 vur 6-nın kvadratı. Üstəlik 2 vur 8-in kvadratı. Çıx median hara çəkilirsə bir tərəfin kvadratı. Çıx 12-nin kvadratı. Bu da bərabərdir 2 dəyə 1. Kök altında 6-nın kvadratı 36. 2 vuranda 72. 8-in kvadratı 64. 2 vuranda 128. Çıxılsın 12-nin kvadratı 144. Bu da bərabərdir 2 dəyə 1 kök altında. 128-də 144 çıxında mənfi 16 və burada alınır 56. 56. 2-də 1 içəri atsaq, o da kökdə 14. Yəni, doğru cavabımız burada kökdə 14-ə bərabərdir. 79-cu suala cavab kökdə 14-ə bərabərdir. Səkkizinci suala baxaq. Əlinin evindən işə qədər məsafə, yəni CB 24. 24. Sonra deyir ki, işdən idman zalına qədər olan məsafə buranı verib 26. 26. Sxemaya əsasən əlinin evindən teatra qədər olan məsafə. Teatra D nöqtəsindədir. Onu soruşur bizdən. CD məsafəsini soruşur. 24, 26 Pifaqorla bura 10 çıxacaq. 10. Bu da H diri. Biz bilirik ki, düzbucaqlı üçbucaq təpəsi çəkmiş hündürlük bərabərdir. Katetlərin hasili AC vur BC böl hipotenuz AB. Yəni 24 vur 10 böl 26. Bu da bərabərdir. 120-nin 13-ə nisbəti. Yəni 9,13-də 3. 9,13-də 3. Doğru cavab bu şəkildə. 9,13-də 3-ə bərabər oldu. Səksən birinci sual və sonuncu sualımız. A və B müsbət ədədlərinin ədədi ortası nə deməkdir? Ədədi ortası 6-sa deməli onların cəmi neçə olacaq? Onların cəmi olacaq 12. Həndəsi ortası, yəni kök altında A, B-ni də verib 4. Deməli hasillərdə olacaq neçə? 16. 16. A kub plus B kub cəmini soruşur. A kub plus B kub bərabərdir A plus B vurulsun A kvadrat çıx AB plus B kvadrat. İndi ikinci mütərizənin içərisini biraz saraşdıracağım. A plus B vurulsun. A plus B verildiyi üçün mən A kvadrat plus B kvadrat cəmini yazıram bu şəkildə. A plus B-nin kvadratı çıx 2AB. Bir də çıx AB var. Çıx AB. İndi qiymətləri yenə yazıram. A plus B bizdə 12. 12-nin kvadratı çıxılsın 2 vurulsun AB. AB neçədir? 16. Bir də çıx 16. 12 vurulsun 144 çıxılsın deməli 48. 12 vur 96. İndi 12-ni 96-ya vuracaq. Bunda cavabı nə olsa cavabı o olacaq. 12 vur 96. 1152. 1152. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.